Bu Murat Bey bize niye gelip birinci hissə videoya bakanlar artık bundan məlumatlıdırlar. Salam aleyküm. Aleykümselam. Ramazan Bey gəlibdi bizə təndir quraşdırsın. Tez bazar öz xüsusi yollarıyla ölçümlərini götürdü. Dairə və altından bunun hər tərəfindən kərpiç düzəcəyik biz. Ben üzərimə düşən nə idi? Ramazan Bey deyən hamısını eləmək. Kərpiçlər verdim oraya üçün düzdü ata ilə belə ələklədik burada qumu ki biz bunu palçıq qarışdırıb orada istifadə edəcəyik. Təndiri götürəndə bir balaca təntiklik elədik biz. Siz belə şey eləməyin. Qəhrəman dayı zorla razı saldım videoya düşsün. O sınayıları da düzəltdi, palçığı başladı qarışdırma. Ancaq sarı torpaq və qum var burada, başqa şey yoxdur. O arada içərisinə ocağı salırıq. İçərisində bu od yana qırağını hörməyə başlayacaq ki, təndir həm bişsin, həm də kənarda iş getsin. Bunun ətrafını göstərim. Ata-baba kərpiçlərlə, qalın kərpiçlər, nazik kərpiçlər deyil, tam belə hörmüşük. Ancaq sarı torpaq, kərpiç, başqa bir şey yoxdur burada. İki ustanın bir fəhlə sonra deməzdim ki günüm çox asan keçdi. Yekunda işləri hamısını bitirdi. Yekun görüntü budur. Qırana məftil çəkirik. Təndir daha da möhkəm olsun. Ramazan Bey öz Muraveyni xodladı. Onu yola saldıq amma bu o demək deyil ki işlərim bitirmə, işlərim hələ indidən sonradır. Mütləq izləmədə qalın.